Və müzakirə zamanı gəldi. Sevimli aktrisamız Mehriban Zəki bir müsahibəsi var. Gəlin dinləyək. Kişilər biz sizin ağıllı qadınları sevmirlər. Onlar üçün o bir qadınlarla daha rahatdır. Ağıllı qadın tələb eləyəcək, nəyisə mübahisə eləyəcək, nəyisə bir polemikaya girəcək. Birdən onun qarşısında zəif görsəndi. Birdən hansısa bir yürütdüyü böyük bir fikrə cavab verə bilmədi. O zəif görsənmək istəmir axı. Çox sevdiyim bir xanım. Lakin bu dəfə mən sizlə razılaşa bilmirəm. Çünki ağıllı qadın mübahisə etmir. Ağıllı qadın güclü və zəif müzakirəsini belə etmir. Ağıllı qadın dərk edir ki, nə qədər güclü olur olsun, hər zaman seçdiyi kişi ondan daha güclüdür.